Nigar Arif, Azerbaiyán, 1993. Es egresada de la Facultad de Inglés de la Universidad Pedagógica Estatal de Azerbaiyán y de la Escuela de Jóvenes Escritores de la Unión de Escritores de Azerbaiyán. Uno de sus libros, La habitación de los recuerdos, se publicó en Irán en idioma árabe y otro, Lluvia de humanos, en azerbaiyano en Bakú. Ha participado en festivales de poesía en países como Colombia, India, Marruecos, Uzbekistán, Sahara Occidental, su natal Azerbaiyán, entre otros. Fue condecorada por el presidente de Azerbaiyán y recibió la beca presidencial por sus logros en poesía. Mən coğrafya derslerinden hayatın kızarmış gözlerini görürdüm. Volkan gibi püsküren gerçekleri. Gerçeklerin lavasında yalanların süründüğü düzenleri. En uca dağların yeri çöken dizlerini görürdüm. Bütün ülkelerde eyni külək əsirdi. Eyni yağış yağırdı. Mən özüm də ülkəydim. Mən özüm də. Sənin kimi bir ülkəni ram etmək istəyəndə ürəyimdə bir zəlzələ olurdu. Ən kobud, ən keçilməz yerlərin lap dərin qatlarında şirin sular axırdı. Saf bulaqlar axırdı. Ən uzaq ərazidə ən gözəl varlıqların üzlərini görürdüm. Sən gedəndə başa düşdüm ki, insan ən böyük icebergdir. İllərlə eriyib, ölmə doğru axır. Nigar Arif, Azərbaycan.